gedişatla bu xalq aqibətin bilməyəcəkdi. Gələn il ac qalacaq olsa, nələr dərdlənəcəkdi. Ağaca dırmaşacaq, serçələri ovlayacaqdı. O da qurtulsa gedib, kərdidə qurd quş yeyəcəkdi. Əyilib min deməyə düşkün olan bir belə millət, belinə mindirəcək, hər gələni gəzdirəcəkdi. Vəli də ensə bizim millətimiz heç dözə bilməz, Əliyə boynun əyib gəl mən ölümmin deyəcəkdi. Şah enib molla qoyubdu belinə köhnə palanı, o da getsə yerinə şah bala oğlan gələcəkdi. Göy çəmənlər yanacaq, gölləri də çöl olacaqdı. Mənə nə hamı deyib millətimiz dinməyəcəkdi. İşlər işdən keçəcək, eşək acından öləcəkdi. Sonra şair yazacaq, eşeğe feryat edəcəkdi. Şairi dinləməyib, eşeğe yas tutmayacaqdır. Millət əsla yuxusundan da heç əl çəkməyəcəkdi. Xalanın xatirinə, xala qızısı hörmətinə, yorganı gövzamadan bir neçə ax vay deyəcəkdi. Yatalaq xalqımızın taleyi çox an qanayıbdı. Quruyan göldən əsən yel yaraya düz səpəcəkdi. Qurbanam xalqı şərifə yuxuda qarpız əkibdi. Yuxudan dursa əgər tarlada kəssək biçəcəkdi. Bura əllamələrin yurdudu qardaş, xəbərin yox. Bacadan boldu bu xalq, hər bacaya girməyəcəkdi. Fışqırır hər bacasından quru bilgi dolu söhbət. Çox bilən millətimiz hikmətə pambıq təpəcəkdi. Özü bir tanrı sözü, vəhi kimi xətmi kəlamdır. Yeri gəlsə oturub tanrıya da dərs verəcəkdi. Göy çəmənlər yanacaq, gölləri də çöl olacaqdı. Mənə nə hamı deyib, millətimiz dinməyəcəkdir. İşlər işdən keçəcək, eşək acından öləcəkdi. Sonra şair yazacaq, eşeğe feryat edəcəkdi. Şairi dinləməyib, eşeğe yas tutmayacaqdır. Millət əsla yuxusundan da heç əl çəkməyəcəkdi.